Əziz şagirdlər, bugün fonetika bölməsindən şagirdlərin əziyyət çəkdiyi əsas məqamlara baxacağıq. Fonetika bölməsi dedik, 1-ci sinifdən 4-cü sinifə kimi şagirdlərin hər sinifdə keçdiyi bölmədir və çox əziyyət çəkilir. Yəni, asan görsənsə də fonetika çox çətin mövzulardan biridir. Demək, birinci deyə bilərik ki, başlayaq. Bəzi sait birləşmələri var ki, məsələn, sonra i. Bu sait birləşmələri sözün ortasında yanaşı gələndə bunların arasına biri düşür, biri uzun tələffüz olunur. Məsələn, saat. Biri düşür, biri uzun tələffüz olunur. Təbil. Biri düşdü, o birisi uzun tələffüz olundu. Sonra ikinci deyə bilərik ki, bəzi sait birləşmələri var ki, məsələn, bunlar bu birləşmələrin arasına y artırılacaq. Yadımızda saxlayırıq y. Məsələn, a ilə yazırıq, a ilə deyirik. Bu qaydada. Sonra bəzi dedik ki, sözlərimiz var ki, bunlarda heç bir dəyişiklik baş verməyən sözlərdir. Gəlsin.